Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçidi bu dəyişiklik doğrudanmı böyük təsir edəcək? Son günlər əmək bazarında maraqlı bir məsələ müzakirə olunur. Saatlıq əmək haqqı sisteminə keçid məsələsi bəziləri düşünür ki, bu dəyişiklik maaşların artmasına və ya azalmasına ciddi təsir göstərəcək. Amma ekspertlərin fikri bir qədər fərqlidir. Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədovun açıqlamasına görə bu keçid əslində əmək haqqının məbləğini yox, onun hesablanma üsulunu dəyişəcək. Yəni insanların qazandığı pul eyni qala bilər. Sadəcə hesablanma forması fərqli olacaq. Yəni insanların qazandığı pul eyni qala bilər. Sadəcə hesablanma forması fərqli olacaq. Hazırda Azərbaycanda minimum əmək haqqı əsasən aylıq sistemlə müəyyən edilir və bu rəqəm təxminən 400 manat. Bu o deməkdir ki, ixtisas tələb etməyən bir işçi ay ərzində standart iş qrafiki ilə çalışdıqda bu məbləğdən aşağı maaş ala bilməz. Əgər bu məbləği aylıq iş saatına bölsək, ortaya kifayət qədər aşağı saatlıq tarif çıxar. Məhz bu səbəbdən saatlıq sistemə keçid gözlənildiyi kimi inqilabi dəyişiklik yaratmaya bilər. Çünki baza yenə də eyni qalır. Sadəcə maaşın hesablanma üsulu daha çevik və şəffaf hala gəlir. Saatlıq sistemin üstünlükləri də var. Məsələn, natamam iş vaxtı ilə çalışanlar üçün daha ədalətli hesablanma imkanı yaranır. Əlavə iş saatları, yəni ritmi daha dəqiq ölçülə bilir. Bu da xüsusilə xidmət sektorunda və qismən işləyənlər üçün faydalıdır. Digər tərəfdən artıq əmək qanunvericiliyində iş vaxtından artıq iş gecə növbəsi və natamam iş günü kimi məsələlər tənzimlənir. Yəni saatlıq sistemə keçid bu qaydaları kökündən dəyişməyəcək. Ən çox maraq doğuran sual isə budur: maaşlar artacaqmı? Cavab isə qısa və aydındır. Yox, ən azından avtomatik olaraq yox. Əgər siz hazırda 1000 və ya 1500 manat maaş alırsınızsa, saatlıq sistemə keçid sizin gəlirinizi birbaşa artırmayacaq və ya azaltmayacaq. Əsl dəyişiklik minimum əmək haqqının artması ilə bağlı ola bilər. Çünki minimum məbləğ yüksəldikcə saatlıq tarif də avtomatik olaraq artar. Bu isə aşağı gəlirli işçilər üçün daha real təsir yarada bilər. Nəticə olaraq demək olar ki, saatlıq əmək haqqı sisteminə keçid daha çox texniki və idarə etmə baxımından yenilikdir. Bu dəyişiklik əmək bazarında şəffaflığı artırsa da insanların real qazancına təsiri minimum səviyyədə olacaq. Sizcə saatlıq əmək haqqı sistemi Azərbaycanda daha ədalətli olacaq, yoxsa mövcud sistem kifayət qədər effektivdir? Fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın.